Loli, lulu şəkilçisi ilə düzələn isim və sifətləri fərqləndirə bilirsiniz. Bilmirsinizsə, mən də sizə bunun izahını verəcəm. Loli, lulu şəkilçisi həm isim, həm sifət düzəldir, amma fərqləri var. Birinci fərq odur ki, suallarındadır. İsim olaraq kim sualına cavab verir, sifət olaraq isə necə, nə cür, hansı sualına cavab verir. Məsələn, yağlı, dadlı, necə, nə cür sualına cavab verdiyinə görə sifətdir. Məktəbli, kəndli isə kim sualına cavab verdiyinə görə isimdir. Daha sonra necə fərqləndirə bilərik? Əgər bu şəkilçini sız-siz, suz-siz şəkilçisi ilə əvəz edə biliriksə, bu zamanda sifətdir. Məsələn, yağlı, yağsız, yaxud da dadlı, dadsız. Asanlıqla əvəz edə bildik. Buna görə sifətdir. Amma məktəbli, məktəbsiz, kəndli, kəndsiz deyə bilmirik. Buna görə də isim sayılır. İkinci fərq isə odur ki, bunları dərəcələndirməliyik. Əgər dərəcələndirə biliriksə, bu zaman sifət kimi işlənir. Məsələn, ən yağlı, daha yağlı, lap dadlı gördüyümüz kimi dərəcələndirə bildik. Buna görə sifətdir. Amma ən məktəbli, daha kəndli, lap kəndli deyə bilmirik. Bu zaman isə isim kimi götürülür. Belə videoların davamı üçün bizi izləməyi unutmayın.